Aliment əslində uşağın saxlanılması üçün, yaşanması üçün valideynlərin biri tərəfindən digərinə, hansı ki, uşaq hansı valideyndə qalırsa, ona ödənilən vəsaitdir ki, bu məhz uşaq mərkəzli bir yanaşmadır. Təsadüfi deyil ki, alimentin məbləği uşaqlar üçün yaşayış minimumu uşaqlar üçün nəzərdə tutulan miqdarı həcmində müəyyənləşir minimum olaraq. Bu il üçün təqribən 246 manatdır. Bəlsiz ki, bunun artırılması ilə bağlı məsələ müzakirə olunur. Əlbəttə mövqelər fərqlidir. Bir qism belə hesab eləyir ki, alimentin məbləğinin artırılması boşanmaları təşviq edə bilər. Çünki cəmiyyətdə bir qism qadınlar var ki, onlar məhz sanki boşanmaq üçün evlənirlər və onlar imkanlı bəylər axtarırlar, ailə qururlar. Bir uşaq sahibi olduqdan sonra boşanırlar və böyük məbləğdə aliment alıb öz egoist həyatını sürdürməyə davam edirlər. Belə qism insanlar üçün əlbəttə ki, bu deməli bir fürsət kimi ola bilər alimentin artırılması. Əfsuslar olsun ki, bu düşüncədə olan insanlar var. Amma əslində qeyd etdiyim kimi aliment uşaqlar üçün nəzərdə tutulan vəsaitdir, hansı ki, gəlirlərin və əmək haqqının 1/4 qədər, əgər ailədə bir uşaq varsa, boşanmış ailədə, yox, 2 uşaq varsa, gəlirlərin və əmək haqqının 1/3 qədər, əgər ailədə 3 uşaq və daha çox uşaq varsa, gəlirlərin və demək, əmək haqqının yarısı məhz aliment şəklində ödənilir. Bu da çox böyük əslində rəqəmdir. Yüksək maaşlı, yüksək gəlirli ailələrdən söhbət gedirsə. Şübhəsiz ki, bu yanaşma var ki, alimentlərin məbləğinin artırılması boşanmaları təşviq edə bilər. Ona görə də hətta parlamentdə də təklif var idi ki, uşaqlar üçün nəzərdə tutulan yaşayış minimumunun artmasına baxmayaraq, məbləği artırılacağı təqdirdə belə alimentlər məbləği artmasın. Çünki bu boşanmaları təşviq edir kimi bir düşüncə var idi. Güman edirəm ki, bəli, bu məsələ müzakirə mövzusudur. Hesab edirəm ki, bundan biz başqa da fikirləşməliyik ki, aliment məhklə iş bitməməlidir. Hansısa bir sosial agent mexanizmi vasitəsilə izlənməlidir ki, uşağa üçün nəzərdə tutulan bu alimenti valideyn uşağa xərcləyir, yoxsa öz egoist həyatına xərcləyir. Bunu da fikirləşmək lazımdır. Əgər o uşağa ayrılan vəsaiti öz egoist həyatına sərf edirsə, şübhəsiz ki, uşaq valideynlərindən ayrılıb sosial xidmət müəssisəsinə verilməlidir və yaxud da himayədara verilməlidir ki, uşağın ayrılan aliment vəsaitindən sui-istifadə hallarına yol verilməsin mənə elə gəlir. Bu hallar alimentin məbləğinin artırılması vətəndaş nikahı və nikahdan kənar evliliyi təşviq edə bilərmi? Edə bilməz. Çünki bütün hallarda nikahdan kənar olsa belə, deməli uşağın valideynin identifikasiyası, müəyyənləşdirilməsi həyata keçirilir və uşaq atası kimdirsə, valideyni kimdirsə, o mütləq əgər boşanmışsa, aliment ödəməlidir. Bütün hallarda o aliment ödənilməlidir. Hesab edirəm ki, bu nikahdan kənar evliliyi və dini kəbinləri təşviq edə bilməz.